Hanımlar, bugün möhtəşəm bir qarışım hazırladım. Bunu siz səhər yeməyi əvəzində yeyə bilərsiniz, axşam yeməyidir. Burada nə var? 200 ml kefir, 1 xörək qaşığı üyütülmüş kətan toxumu, mütləq üyütülmüş olsun, çünki bağırsaqlarda sovrulsun deyə. 1 ədəd də apelsin. Apelsini suyunda sıxıb tökə bilərsiniz. Mən belə dənələrini də tökdüm ki, bu səhər yeməyi üçün çox möhtəşəmdir. Kimin qəbizliyi varsa, bu çox yaxşı kömək edəcək. Məsləhətdir ki, bu qarışımı yedikdən sonra 2-3 saat evdən çölə çıxmayasınız ki, evdə olasınız. Bu həm həzm sistemini yaxşılaşdırır, həm də qəbizliyi aradan qaldırır. Siz bunu axşam yeməyi əvəzdə yeyə bilərsiniz, səhər yeməyi əvəzdə yeyə bilərsiniz. Bu sizi 3-4 saat tox saxlayır. Hazırlayan hər kəsə nuş olsun. Siz də faydalı məsləhətlər dinləmək, hazırlamaq istəyirsinizsə belə qarışımları səhifəmi izləməyə alın, yorum yazın, bəyənin. Çünki səhifəmi izləməyə alanda mən də sizi izləməyə alıram. Elə videolar var ki, məsəl üçün mən onları bağlı qoyuram. Kimlər, təbii ki, xanımlardan gedir söhbət. Kimlər faydalı məlumatlar dinləmək istəyirsə, öyrənmək istəyirsə, takib atarkən xanım olduğunuzu bildirin ki, mən də sizi takibə alım.